Diqqət! Varlıların bu videoya girişi qadağandır. Bu video tələbələr və kasıblar üçün hazırlanıb. Heç bir reklam işbirliyi zart-zurt yoxdur. Hamısını özüm araşdırmışam. Tövsiyə deyilir, evdə sınamayın. IQ səviyyələri Harvard Universitetinin professorlarını belə şoka salan izləyicilərim, hamınızı YouTube kanalımda yenidən görməyə çox şadam. Deməli, bugün sizlərlə birlikdə, xüsusən də tələbə olan izləyicilərim və dostlarım ekrana daha yaxın əyləşsinlər. Düz mən 5-6 aydan sonra artıq tələbəlik illərim mənim üçün has been closed. Düşünürəm ki, bu illər ərzində əldə etdiyim təcrübəyə əsasən adi stipendiya ilə bir ay tələbə necə dolanar adlı videonu çəkməyə tam hüququmun çatdığını düşünürəm. Sizin üçün bir siyahı hazırlamışam. #kasıb olduğum üçün lövhə tapmadım, lövhə ala bilmədim. Belə bir A4 kağızına düz 3 gündür bu siyahını hazırlamaqla məşğulam. Burada niyə bilməm təsməyə Allah göstərir. Şəklini çəkib bura qoyacağım. Bunu götürüb istifadə edə bilərsiniz. Yəni Azərbaycan YouTube'unda bunu sizin üçün eləyə biləcək ikinci adam mən tanımıram. Ona görə də mənim qədrimi bilin. Kanalıma abunə olun, videomu bəyənin, paylaşın, şərh yazın ki, mən də bura həvəslənib və yaxşı kontentlər çəkim. Bundan əvvəlki videoma göstərdiyiniz maraq üçün də sizə təşəkkür eləyirəm. Onun da part 3-ü gələcək. Buradan indidən elan eləyim. Deməli 3 gündür gəzmədiyim Azərbaycanda supermarketlər qalmadı ki, mən bu siyahını çıxardım, araşdırdım, müqayisə elədim. Təbii ki, sizin öz fərasətinizdən asılıdır ki, bundan daha ucuz şeylər tapmaq. 120 manat bildiyim qədərilə adi stipendiyadır. Şaka yapıyorsun. Stipendiyaya düşməyən şəxslər özləri bilərlər nətər yaşayırlar. Ancaq mən adi stipendiyaya düşən və yaşamaq uğrunda mübarizəyə qoşulan tələbələrə uyğun olaraq bir ay ərzində 120 manatla necə dolanmaq olar adlı bu videonu çəkməyi özümə borc bildim. Deyim ki, 120 manatın içərisində sizin yol pulunuz, kirayəniz, kommunalınız falan bunlar daxil deyil. Yəni onlar da əgər daxilsə onda yıxılın ölün. Bana para ver, bana para. Bunların içərisində ancaq qida və baxım vasitələri var ki, bunlar bizim normal həyatda istifadə etdiyimiz ən əsas şeylərdən biridir. Potensial kasıb olduğumuz üçün düşünürəm ki, bu siyahı kasıblar üçün ideal bir siyahı olacaq və ilk maddəmizdən başlayırıq. Necə ki, süfrələrimizin baş tacı aşdır, tələbələrin də baş tacı Roltondur. Hazır yapabilirsiniz. Petra adında bir brenddən danışacağım. Bunun əhdisindən lazımdır. Çünki biz potensial kasıb olduğumuz üçün bizim süfrəmizdə ət və ət məhsulları, toyuq və toyuq məhsulları, balıq və balıq məhsulları olmadığı üçün və biz aylarla bunlarla qidalanmadığımız üçün bunların dadı bizim yadımızdan çıxmasın deyə bunun ətli versiyasını sizə tövsiyə edirəm ki, yeyəndə ən azından ətin dadını hardasa almış olarsınız. Beyniniz o ətin dadını yaddan çıxartmaz. 45 qəpiyə supermarketlərdən mən görmüşəm. Ayda 30 gün olduğunu nəzərə alsaq, bunun 58 dənəsini alıb evə depolasaq, bu aylıq 26 manat 10 qəpik sizin aylıq Rolton pulunuzdur. Nice. Bilərsiniz ki, niyə 58 dənə? Axı bizə 60 dənə lazımdır. Çünki əgər ayda 30 gün varsa və biz bunu gündə 2 dəfə yeyəcəksə 60 dənə sizə burada bir sürprizim var. Ətli versiyasını yediyimiz üçün toyuğun da dadı yadımızdan çıxmasın deyə ayda 2 dəfə 15 gündən bir ət dönəri evə sifariş vermək olar ya da gedib özünüz zəhmət çəkib ala bilərsiniz. Amma ayransız. Çünki biz tələbə olduğumuz üçün süd və süd məhsullarından maksimum dərəcədə uzaq durmalıyıq. Pilav da yemeyeceksiniz, bulgur da yemeyeceksiniz, siyez bulguru da yemeyeceksiniz. Arpa da yemeyeceksiniz, çavdar da yemeyeceksiniz, yulaf da yemeyeceksiniz, pirinç de yemeyeceksiniz, mısır da yemeyeceksiniz. Əlavə olaraq dönərə də siz 2 manatdan hesablasaq 4 manat pul verəcəksiniz. Ay ərzində 2 dəfə yemək məncə sizin üçün kifayət qədər yaxşıdır. Beyniniz də yenilənər. Təbii ki, 1 manat 50 qəpiklik yerlər tapıb öz canınızı təhlükəyə də ata bilərsiniz. Ümumiyyətlə tələbəlik risk deməkdir. Canım, yazık oldu sana. Növbəti təbii ki, bizim olmazsa olmazımız, biz millət olaraq çayxor millətik. Xüsusilə də səhər yeməyi zamanı çay bizim olmazsa olmazımızdır. Bahalı brendlərdən biz uzaqlaşırıq. Çünki bizim bahalı brend almağa qaşdokumuzda pul yoxdur. Filli deyə bir marka tapmışam. Filli markasının çayı 2 manat 75 qəpikdir supermarketlərdə. Bundan düşünürəm ki, bir adam gündə nə qədər çay içə bilər? Maksimal səhər içsəniz, bir də axşam içsəniz
gündə 2 dəfə çay içə bilərsiniz. Aya 2 dənə alsanız, bu da sizə 5 manat 50 qəpik pul eləyəcək ki, çay ehtiyacınızı da 5 manat 50 qəpiklə qarşılaya bilərsiniz. Təbii ki, biz çörəksiz doya bilmirik. Bunu hamı bilir. Ona görə də çörək də mütləq şəkildə bizim süfrəmizə lazımdır. Zavod çörəkləri həm bahadır, 70 qəpikdir, həm də ölçüsü də balaca olur deyə mən təndir çörəyi sizə məsləhət görürəm. 45 qəpiyə supermarketlərdə təndir çörəyi satırlar. 50 qəpiyə də ala bilərsiniz, ancaq ağlayıb tələbə də biraz ağlamalı da bilirsiniz. Ben indiye gibi internet görmemişim. Ben indiye gibi internet tamamlamışım. Ama öyle sözler değilim. Yol kənarlarında təndir bişirib satan nənələr olur. Onlar 50 qəpiyə satırlar. Biraz ağlaşma ilə 45 qəpiyə də ala bilərsiniz. Ancaq belə 45 qəpiyə supermarketlərimizin birində mən təndir çörəyi görmüşəm. 45 qəpikdən günə bir dənə çörək alsanız, o da 30 dənə eləyir. 13 manat 50 qəpik sizin ümumilikdə aylıq çörəyə pulunuz çıxacaq. Günə deməli bir dənə çörək alırsınız. Onu deməli 4 yerə bölürsünüz. Bir ikisini səhər yeyirsiniz, ikisini də axşam günorta roltunla birlikdə çörəklə basıb yeyirsiniz ki, maksimum biz həcm doldurmağa meyilliyik. Şöyle kenara koyayım, sonra devam ederim çiğnemeye. Bəs deyə bilərsən ki, ay Hüseyin, tutaq ki, biz günorta və axşam roltundan öz qarnımızı doyurduq bir təhər. Bəs səhər tezdən nə yeyəcəyik? Səhər tezdən sadəcə çay qarnınıza doldurub universitetə gedə bilərsiniz. Həcm olaraq yer tutur. Amma yox, sizə yaxşılıq eləyib çayın yanında yeməyiniz üçün həm də şəkər ehtiyacınızı da qarşılamaq məqsədi ilə ucuz kekslərdən məsləhət görürəm. Konfiron deyə bir markanın keksləri var. Şokoladlı da var, meyvəli də var. Orada meyvə ehtiyacınızı da qarşılaya bilərsiniz. Həmin bu konfiron kekslərinin qiyməti 40 qəpikdir. Düzü bəzi supermarketlərdə spirt dadı verən o 25 qəpiklik kekslər də var. Sadəcə onları mən yazmağı o qədər də məqbul bilmədim. Çünki fikirləşirəm ki, bu qədər də öz canımızı riskə atmamalıyıq. 40 qəpiyə alsanız və aylıq da 30 dənə alıb çayın yanında səhər tezdən yeyib universitetə getsəniz, aylıq 12 manatda həmin bu keksə pulunuz çıxacaq və əsas məsələ. Biz tələbələr kasıb olduğumuz üçün, ay nə bilim coffee shoplardır, ay Starbuckslardır, filandır, bunlardır. Bunlara gedə bilmirsiniz. Hardan bilirsiniz? Özümdən bilirəm, çünki mən də gedə bilmirdim. İndi də gedə bilmirəm. Əgər siz deyirsinizsə ki, mən kofe içirəm, nə bir americano içirəm, latte içirəm, bunların hamısını unudursunuz, yaddan çıxardırsınız. Sizin kofenizdə, lattenizdə, amerikanozda dədənizin xarabasında içərsiniz. Bizim burada əsas məqsədimiz kofe ehtiyacını qarşılamaqdır. Çünki imtahana hazırlaşdığımız üçün biz gecələr oyaq qalırıq. Kofe ehtiyacımızı da qarşılamalıyıq ki, yuxusuz qala bilək. Max adında bir markanın kofesini tapmışam. Dənəsi 25 qəpikdir. Bundan deməli aylıq 30 dənə alsanız, 7 manat 50 qəpikdə ümumilikdə bu kofeyə pul vermiş olarsınız ki, bu da sizin ümumilikdə kofe ehtiyacınızı qarşılayar. Paketi açıb stəkanın içine tökürsünüz, üstünə qaynar töküb qarışdırırsınız və içirsiniz. Öz tələbəlik illərimdə elədiyim bir taktikanı sizə deyəcəm. Yay gəlir qabaqdan. Soyuq kofeni deməli necə hazırlaya bilərsiniz? Həmin bu Max kofələrindən deməli alırsınız. Hamısını tökürsünüz stəkanın dibinə və çox az bir 2-3 qaşıq isti su töküb onu qarışdırırsınız. Sonra onun üstünə soyuq su töküb buzu qarışdırırsınız. Olur bu sizin üçün ice coffee. Soyuq kofe olarak içirsiniz. Hansısa bir Starbucks'a falan gedən dostunuzun qabını çorlayıb, oğurlayıb, onun içərisində töküb oradan almış kimi də istifadə edib storylər çəkə bilərsiniz. Bu da sizə bir tövsiyə. Yox, siz deyirsinizsə ki, mən səhər tezdən keksdən çay içib getsəm, yolda yıxılıb ölərəm, nə biləm ürəyim gedər, mən mütləq nəsə bir şey yeməliyəm, nəsə bir ağartı məhsulu yeməliyəm. Bunu da fikirləşmişəm. Supermarketlərdə palçıq kimi şorlar satırlar, Ivanovka şorları. Düzdür, daha ucuz olan versiyaları da var. Ancaq düşünürəm ki, onlar şordan çox əhəng falan qarışdırıblar su ilə məncə onu satırlar cəmaata. Ona görə də mən özüm də Ivanovka şorunu çox yediyim üçün və yaşadığım üçün sizə tövsiyə eləyirəm. Ivanovka şoru var, 2 manat 95 qəpiyə. Onu alıb 2 dənəsini ay ərzində 5 manat 90 qəpik pul eləyir. Bir dilim çörəyin üzərini Ivanovka şorundan bıçağın ucunda götürüb yaxıb yeyə bilərsiniz. Şaka yapıyorsun. Şor yeyirik və indi bu dadsız, duzsuz bir şey olduğu üçün çayımız ən azından şirin olmalıdır ki, o şəkər ehtiyacını qarşılaya bilək. Bunun üçün də çayımıza şəkər atmalıyıq. Təbii ki, əgər siz dönərxanalara, oğlanlar da xüsusən də çayxanalara gedirsinizsə, orada stolun üstündə qəndqabların içərisində qəndlər olur. Onlardan çox ağ eləməmək şərti ilə götürə bilərsiniz, çünki onsuz da onların ona ehtiyacı olmur. Çox adam da qənddən çay içmir onsuz da.
O qəndlərdən 5, 6, 3, 8 dənə götürüb həmin o çayın içərisində qəndi atıb əridib çayınızı şirin eləyə bilərsiniz. Ancaq qızlar çayxanaya getmədiyi üçün və oğlanların da çoxunun çayxanaya getmədiyini nəzərə alaraq kilo ilə şəkər almalıyıq. Və şəkərin kilosu ortalama supermarketlərdə 1 manat 50 qəpikdir. 2 kilo alsanız ki 2 kilo bilə sizə çoxdur. O da sizə ümumilikdə aylıq 3 manat şəkərə pul verməyiniz deməkdir. 1 kilo şəkərin içərisində 5 stəkan şəkər olur. Və bu 5 stəkan şəkəri də 2-2 qaşıq fikirləşsək ki, hər dəfə stəkan siz 2 qaşıq atdınız. Siz 3 qaşıq ata bilməzsiniz çünki tələbəsiz. Hardasa 1 kilo yarım sizə 1 ay bəs eləyir. Ancaq hər ehtimala yerə töhməyiniz falan nəzərə alaraq sizə 2 kilo məncə belə yox, belə bəsdir. Siz deyirsinizsə ki, əgər biz roltunu 28 gün eyni şəkildə yesək, ürəyimiz gedər, bezərik falan deyirsinizsə, sizə VIP xidmət. Bilirəm ki, rolton, yəni makaron tipli şeylərin içərisində ən yaxşı gedə biləcək sos ketçupdur. Mən Jelania adlı bir marka tapmışam. Siz o bahalı firmaları falan fikirləşdinizsə, Maserati nə alırsınız? onun deməli 99 qəpikdir. Lap biz hesablayaq ki 1 manatdandır. Aylıq 10 dənə alsanız 250 qram filandır. O da sizə ümumilikdə 10 manat aylıq hardasa ketçup pulu eləyəcək. Ketçupu da cirə ilə istifadə eləyərsiniz və sizin içki ehtiyacınız. Bəli, xüsusən də qazlı içkilərə önəm verin. Çünki qazlı içkilər qarında yer tutur və sizi daha çox tox saxlayır. Ona görə də qazlı içkilərə xüsusilə diqqət eləməlisiniz. Ancaq koladır, fantadır, sprite'dir. Onların 350 milliləri 70 qəpikdir. O bizim üçün bu deməkdir. Lili alıb istifadə eləyirik. O paketdə tozlar var, suyun içərisində qarışdırıb içirsəniz. Həm onlar qazlı olur, həm də dadlı olur. Belə aromaları var da. Lililərin qiyməti dəyişir, ancaq 25 qəpikdən hesablasaq, 30 dənə alsanız aya 7 manat 50 qəpikdə ümumilikdə Liliyə pulunuz gedəcək. Savab ehtiyacımızı da qarşılamalıyıq. Çünki bizim yaşamağımız üçün dini olaraq da, tanrı olaraq da gücə ehtiyacımız var. Ona görə də savab ehtiyacımızı da mütləq şəkildə qarşılamalıyıq. Bunun üçün çantamıza pişik yemi alıb atırıq. Pişik yemlərinin ortalama qiyməti 70 qəpikdir. 2 gündən bir pişiyə yem versəniz, 15 dənə 10 manat 50 qəpik ümumilikdə pişik yemi pulu eləyir. Kimsəsiz uşaqlar evə açıram, xəyallarımı gerçəkləşdirirəm. 2 dənə, biri Türkiyədə, biri Azərbaycanda olacaq. Bu da savab pulu kimi, nəsə bir nəzir kimi fikirləşə bilərsiniz kənara çıxartmaq üçün. İndi isə keçirib baxım ehtiyaclarına. O baxım ehtiyacları ay ətirdir, nə bilim kremlərdir filan da bunların hamısını yenə unuduruq. Bizim üçün əsas lazım olan 2 dənə baxım məhsulu var. Diş pastası və dezodorantdır. Zəhmət olmasa dezodorantlarınızı alın. Çünki biz yay aylarında xüsusən də avtobusda nəfəs almaqda çətinlik çəkirik. Dezodorantlardan da Egze adlı bir marka tapmışam. Qiyməti 3 manat 25 qəpikdir. Təbii ki, endirimləri də bu arada mütləq şəkildə izləməlisiniz. Bilmirəm bu qadın üçün, kişi üçün bizim üçün artıq cinsiyyəti bir önəmi yoxdur. Əsas biz sağ qalmalıyıq. Deməli 3 manat 25 qəpik sizin aylıq dezodorant pulunuzdur. Və diş pastası. Aquafresh adlı bir məhsul tapmışam. Aquafresh'in 2 manat 29 qəpiyə diş pastası var. Aylıq fikirləşək ki 2 dəfə alsanız bunu 4 manat 58 qəpikdə sizin ümumilikdə diş pastası pulunuzdur ki, ay 3 aydan bir diş fırsası təzələnməlidir. Ay nə bilim diş ipi təzələnməlidir. Belə şeyləri unudun. 1 ildən bir fırçanı dəyişdiniz, bəsinizdir. Qaldı bizim meyvə tərəvəz ehtiyacımız. Onlardan əldə eləyə biləcəyimiz vitaminlər və minerallar. Bizim meyvə olaraq ala biləcəyimiz ən ucuz meyvə qurtlu almalardır. Nəzərdə saxlayın ki, almadan ucuz bir meyvə mən görməmişəm bu günə qədər. Ona görə də qurtlu alma almalısınız. Çox vaxt bazarlarda 3 kilosu 1 manata alma satırlar. Ancaq supermarketlərdə də təqribən onların ortalama kilosu 1 manat falan olur. Düşünürəm ki, siz o 3 kilosu 1 manata olan almanı tapsanız, sizə 2 ayda bəs eləyər. Ancaq deyək ki, siz günə 2 dənəsini yesəniz, sizə 1 ay oradakı almalar bəs eləyir. Onsuz da iri-iri belə almalar olur. Çoxunun içi qurtlu olur. Amma qurtlu alma daha sağlamdır. Bunu da nəzərdə saxlayın. Pomidordur, xiyardır, bu tip tərəvəzləri alıb istifadə eləyə bilməyəcəyimiz üçün ən ucuz tərəvəz olaraq kələm, kök, bibər bunları ancaq alıb istifadə eləyə bilərik ki, bunlardan da özümüzə salat hazırlaya bilərik. Bəli, kökün kilosu deməli supermarketlərdə ortalama 1 manat 20 qəpikdir. Endirimləri də mütləq şəkildə izləyin. Bəzən 1 manata da düşür. 2 kilo alsanız 2 manat 40 qəpik bu eləyir. Kələmin kilosu 1 manat 77 qəpikdir ki, bir dənə yekə kələm alsanız sizin babanızın da bəsidir. Bir kilo da ondan alsanız 1 manat 77 qəpikdə oradan eləyir. Arada ucuz mayonezlər var. Ucuz mayonezlərdən alıb kələm kökü qarışdırıb mayonezlə yeyə də bilərsiniz. Bu da sizə üçün bir taktika olsun.
Yəni 120 manat düşünürəm ki, kifayət qədər yaxşı xərclədik və hər şeydən də içərisində oldu. Yəni bizim şirniyyatımız da var, bizim içmək içkimiz də var, salatımız da var, yeməyimiz də var, ətimiz də var, hər şeyimiz var, yeyib içməyimiz, hər şeyimiz yerindədir. Her şey qaydasındadır. Yeməyimiz, içməyimiz, pastel, paltar, her şey qaydasındadır. Yeyirik, içirik, çimirik. Allah papamızdan sağ olasın. Gündə ət yeməyi yeyirik. Deməli, adi stipendiya ilə bir ay tələbə necə yaşayar adlı videomuzun sonuna gəldik. Deməli, məni izlədiyiniz üçün, dəstəklədiyiniz üçün çox təşəkkür edirəm. Bu videonu da izləməyi, izləyirsiniz, bəyənməyi, şərh yazmağı, paylaşmağı, kanalıma da abunə olmağı unutmayın ki, belə videoların sayı daha çox gəlsin. Bizim əsas məqsədimiz sağlam olmaq yox, sağ qalmaqdır. Bunu yaddan çıxartmırıq. Sizə uğurlar arzulayıram. Mən getdim, özünüzə yaxşı baxın. Bye bye. Hit